Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi. Bugünkü dərsimizdə sizlər üçün salarilər və rəvadilər dövləti haqqında məlumat verəcəm. Dərsimizə keçək. Bilirik ki, Azərbaycanda Ərəb ağalığının zəifləməsi dönəmində 9-cu əsrdən başlayaraq bir sıra feodal dövlətlər meydana gəldi. Şirvanşahlar, sacilər, salarilər, rəvadilər, şəddadilər və bir sırada hakimliklər və əmirliklər yaranmışdır. Şəki hakimliyi, Dərbənd hakimliyi, Tiflis Müsəlman əmirliyi, hətta bunların içərisində biz daha öncəki dövrdə yaradılmış Bərdə əmirliyi və Rəvadi əmirliyi haqqında müəyyən qədər məlumat əldə edirik. İlk öncə salarilər haqqında məlumat vermək istəyirəm. Deməli, ötən dəfəki dərsimizdə mən sizlər üçün söyləmişdim ki, sacillərin sonuncu hökmdarı Deysəm, deməli 941-ci il taxtdan salınır. Bu Deysəmi taxtdan salan şəxs Salarilər sülaləsinin nümayəndəsi Mərzban İbn Məhəmməd olmuşdur ki, o hələ dövlət yaratmamışdan öncə Deyləm hakimi idi. Deyləm Gilan ərazisində deyilirdi, digər adı belə idi və bu Deyləm ərazisi Xəzər dənizinin sahilində yerləşir. Ərdəbil istiqamətindən bir qədər aşağıda Rəş şəhərinin yaxınlığında yerləşir ki, buranın hakimi olan Mərzban İbn Məhəmməd 941-ci ildə sacillərin sonuncu nümayəndəsi Deysəmə qalib gələrək onu taxtdan vurub salmış, sacilər dövlətinin varlığına son qoymuş və salarilər dövlətini yaratmağa nail olmuşdur. Məhz sacilərin paytaxtı Ərdəbil şəhərində ələ keçirərək dövlətinin paytaxtını Ərdəbil şəhəri etmişdi. Salar sözü türk dilindən tərcümədə yurt tutan, yurt salan deməkdir və bu Salarilər sülaləsi Kəngərli türk soyuna mənsub idilər. Ümumiyyətlə, yadda saxlayın ki, sacilər də, salarilər də türk mənşəli sülalə və dövlət olmuşdular. Kəngərli türk soyunun adına biz bu qədər, yəni dərs keçərkən ta ən sona kimi qeyb çıxsaq da belə, Heydər Əliyev, İlham Əliyev dövrünə qədər də qeyb çıxsaq belə, iki dəfə bu ada biz rast gələcəyik. Bir dəfə deməli, Salarilər dövlətində, bir dəfə də Naxçıvan xanlığında, hər ikisində də biz artıq öyrənirik ki, Kəngərli türk soyuna mənsub olublar, hakimiyyətə gəlmiş hökmdarlar. Daha sonra biz burada deyəcəyik ki, Mərzban İbn Məhəmməd hakimiyyətə gəldikdən sonra bir sıra işğalçılıq yürüşləri həyata keçirdi, dövlətin ərazisini genişləndirməyə bacardı. Belə ki, Mərzban İbn Məhəmməd ilk öncə dövləti Cənubi Azərbaycanda yaratmışdı. Yəni, yalnız ilk yarandığı dövrdə Salarilər Cənubi Azərbaycanı Araz çayından cənuba əhatə edirdi. Daha sonraki dönəmlərdə Mərzban İbn Məhəmməd Şirvanşahlar dövlətini asılı hala salmağa bacardı. Eyni zamanda şimal-qərbi Azərbaycan torpaqlarını işğal etdi. Dərbənd ərazisini də özünə tabe etməyə nail oldu. Eyni zamanda Mərzban İbn Məhəmməd Şərqi Gürcüstanı da özünə tabe etməyə nail olmuşdu. Onun bu həyata keçirdiyi işğallar nəticəsində Salarilər dövləti yalnız Cənubi Azərbaycanı yox, eyni zamanda Şimali Azərbaycanı da əhatə etmişdi və Şimallı Cənublu Azərbaycan yenidən bir daha vahid dövlətin tərkibində birləşdirilmişdir. Deməli, ilk dəfə Azərbaycanın vahid halda birləşdirilməsi Sacilər dövlətinin dövründə idi, yəni Azərbaycan dövləti olan Sacilər dövlətinin dövründə idi. İkinci dəfə isə Salarların dövründə bu proses baş verəcək və Salarilər bu yaradılmış feodal dövlətlər içərisində ən geniş əraziyə malik olan bir dövlət idi ki, onun sərhədləri Dərbənddən Dəclə və Fərat çaylarının yuxarı axarına qədər ki, böyük bir ərazini əhatə edirdi. Baxın, burada qeyd eləmişəm ki, Azərbaycan yenidən vahid halda birləşdirildi. Daha sonra Salarilər dövlətinin dövründə Xəzər dənizində ilk dəfə ticarət gəmiləri üzməyə başladı. Testdə əgər sual düşərsə, siz ona Salarilər dövlətinin adı kimi götürməlisiniz. Mərzban İbn Məhəmmədin hakimiyyət dövründə qanunnamə qəbul etdi. Ümumiyyətlə, dünya tarixində biz bir neçə dəfə qanunnamənin qəbul edilməsi haqqında məlumat əldə edirik ki, bunlardan biri, yəni biz növbəti zamanlarda öyrənəcəyik ki, Osmanlı Sultanı Fatih II Mehmed, ondan başqa Azərbaycan tarixində Ağqoyunlu hökmdarı Uzun Həsən, Şəki xanlığında Şəki xanı Məhəmməd Həsən xan və bunlardan da ən birincisi olan, deməli, Salarilər dövlətinin hökmdarı Mərzban İbn Məhəmməd adın çəkdiyi 4 şəxsiyyət qanunnamə hazırlamışdılar. Bu qanunnamə deməli hazırlandı, vergi işini nizama salmaq üçün, vergi yığan məmurların öz başlanlığına son qoymaq üçün və bu məmurların əl qolunu yığmaq üçün
bu qanunnamə qəbul edilmişdir. Qanunnaməyə əsasən deməli iki cür növdə salarilər vergi alırdılar. Yerli əhalidən torpaq və əmlak vergisi alınırdı. Bir də asılı edilmiş ölkələrin hakimlərindən illik xərac alınırdı. Salarilərin ordusuna gəldikdə burada muzlu, yəni pulla tutulmuş süvarilər və piyadalar mövcud idi. 10-cu əsrin 60-70-ci illərində artıq salarilər dövləti zəifləməyə başladı və burada feodal ara müharibələri və daxili çəkişmələr ölkəni bürüdü, ölkə zəifləməyə doğru getdi. Belə bir zamanda Mərzban İbn Məhəmmədin qardaşı ilə öz oğlanları arasında hakimiyyətə gəlmək uğrunda mübarizə başladı. Mübarizə zamanı İbrahim İbn Mərzban, yəni Mərzban İbn Məhəmmədin oğlu hakimiyyətə gəldi. 962-dən 981-ci ilə qədər hakimiyyətdə qaldı. Onun hakimiyyət dövründə dövlət daha da zəiflədi və artıq Salarilər dövləti zəifliyib parçalanmağa başladı. Belə ki, onun tərkibindən Məziyyədlilər artıq asıllıqdan çıxdılar. Məziyyədlər bilirsiniz ki, Şirvanşahlar dövlətindən söhbət gedir. Daha sonra Dərbənd ərazisi asıllıqdan çıxdı, Gəncə ərazisi asıllıqdan çıxdı. Hətta növbət dərsimizdə mən sizlər üçün izah edəcəm ki, Gəncə ərazisi asıllıqdan çıxmaqla Şəddadilər dövlətini yaratmağa nail olmuşdu. Daha sonra burada deyəcəyik ki, bu Salarilər dövlətinin varlığına 981-ci ildə son qoyulacaq. Kim tərəfindən? Rəvvadə nümayəndəsi Əbülhicə tərəfindən. Hansı ki, Əbülhicə Əhər, Qaradağ, Marağa, Təbriz hakimi idi ki, o 981-ci ildə gəlir İbrahim İbn Mərzbanı məğlub edir, Salarilər dövlətinin varlığına son qoyur və öz dövlətini, Rəvvadilər dövlətini yaradır. Bu danışdıqlarım Salarilər dövlətinə aid idi. İndi isə Rəvvadilər dövləti haqqında danışmaq istəyirəm. Fikir verirsinizsə, əgər burada müəyyən qədər ardıcıllıq gedir, Sacilərin varlığına Salarilər gəlir, son qoyur dövlət yaradırlar. Daha sonra Salarilərə son qoyur Rəvvadilər, özləri dövlət yaradırlar. Və Rəvvadilərin də mövcud olma ili 981-ci ildən 1065-ci ilə qədər mövcud olmuşdular. Hələ bu Rəvvadilər dövlət yaratmamışdan öncə bu Rəvvadi sülaləsi, Rəvvadi nəsli ərəblərin Azərbaycana köçürmə prosesini həyata keçirən zaman gəlib burada məskunlaşmış tayfalardan biri olmuşdular. Rəvvadilər özləri ərəb mənşəli bir sülalə idi. Onlar ərəblərin Əzdilər nəslinə mənsub idilər. Onlar hələ 8-ci əsr dönəmində ərəblər tərəfindən Marağa, Təbriz, Əhər bölgələrində yerləşdirilmiş, burada məskunlaşdırılmışdılar. Ərəb mənşəli olsalar da belə daha sonraki zamanlarda Rəvvadilər nəsli türk xalqı ilə qaynayıb qarışmış və onlar artıq yavaş-yavaş türkləşməyə başlamışdılar. İlk dönəmlərdə onlar özləri üçün 8-ci əsrdə Rəvvadi əmirliyi, kiçik bir əmirlik yaratmağa nail olmuşdular. Lakin daha sonra bu ərazilərin hakimi olan Əbülhicə 981-ci ildə Salarilərə son qoymuş. Salarilərin paytaxtı Ərdəbili ələ keçirərək yeni bir dövlətin əsasını qoymağı bacarmışdı. Rəvvadilər dövləti Cənubi Azərbaycanın məhz əhatə etmişdi. Digər ərazilərlə, yəni tabe edilməsi haqqında məlumat verilmir. Yəni Rəvvadilər Şirvanşahlarla, Tiflis Müsəlman Əmirliyi ilə dostluq münasibətinə malik idilər. Yəni yaxın qonşuluq və dostluq münasibətinə malik idilər. Rəvvadilər Şirvanşahlara aslı hala salmamışdı. Yəni testlərdə əgər sual düşərsə götürməyəcəksiniz. Daha sonra Əbülhicə paytaxtı ilk dövrdə yaratdığı anda Ərdəbil etmişdi, daha sonra isə paytaxtı köçürdü Təbriz şəhərinə. İlk dəfə Təbriz şəhəri Azərbaycan tarixində Rəvvadilər dövlətinin paytaxtı olmuşdu. Təbriz şəhəri Ərdəbilə nisbətən daha da iqtisadi cəhətdən, mədəni və siyasi cəhətdən inkişaf etmiş bir şəhər idi. Paytaxt olmaq üçün daha əlverişli bir ərazidə yerləşirdi. Və Təbriz eyni zamanda karvan ticarət yollarının üzərində yerləşirdi ki, bu da onun iqtisadi cəhətdən gücünü artırırdı. Daha sonra, burada da baxırsınız ki, qeyd eləmişəm ki, yalnız Azərbaycanın cənub torpaqlarını əhatə edirdi. Rəvvadilər yalnız və yalnız şimalda Muğan hakimliyini aslı hala salmağı bacarmışdılar. Yalnız Muğan hakimliyi ərazisini vurğulayacağıq. 1028-ci ildə burada Oğuz tayfalarının məskunlaşması haqqında məlumat qeyd edilir. Belə ki, Sultan Mahmud Qəznəli tərəfindən Xorasandan sıxışdırılmış Oğuz səlcuqların bir qismi 1028-ci ildə Azərbaycanın cənubunda Rəvvadilər dövlətinin ərazisində məskunlaşmaq üçün icazə alırlar. Rəvvadi hökmdarı Vəhsudan adlı şəxsdən və bu Oğuz tayfalarının məskunlaşması Rəvvadilərin gücünü artırdı. Belə ki, Rəvvadilərin və digər dövlətlərin
Bizans, Erməni, Gürcü feodallarına qarşı apardıqları uğurlu mübarizələrin səbəbi də eləməz bu Oğuz tayfalarının gücündən irəli gəlirdi. 1042-ci il Təbrizdə zəlzələ baş verdi. Təbriz zəlzələsi zamanı şəhər çox böyük dağıntılara, fəlakətlərə məruz qaldı. Bu zaman dövlətin hökmdarı Vəhsudan Təbriz şəhərini tərk etdi və bu şəhəri bərpa etmək haqqında müəyyən tapşırıqlar verdi. Təbriz şəhəri hələ tam özdən gəlməmiş, tam düzəlməmiş, təmir bərpa işləri başa çatmamış. 1054-cü ildə Səlcuq hökmdarı Sultan Toğrulun buraya yürüşü baş verdi. Sultan Toğrulun 1054-cü ildə Təbrizə gəliş nəticəsində Təbriz, yəni Rəvadilər dövləti Səlcuqlardan asılı hala düşdü və yavaş-yavaş da öz müstəqilliklərini itirməyə başladılar. Ən sonunda isə Səlcuq hökmdarı Alp Arslanın hakimiyyəti dövründə 1065-ci ildə deməli deyəcəyik ki, Rəvadilər dövlətinin varlığına tamamilə son qoyuldu və bu dövlət süqut etdi. Bugünkü dərsimiz haqqında bu qədər. Növbəti dərslərimizdə görüşənədək. Sağ olun.